kürəyə doğru yayılmağa başlayır. Ancaq dediyim kimi qaşınma şikayəti vermir. Bundan sonra isə sakit dönəm başlayır. Məhz bu sakit dönəmdə siflis sanki ortadan yoxa çıxır. Heç bir simptom vermədən bədənə yayılmağa, belə deyək ki, türklər demiş, sinsi yayılmağa davam edir. Heç bir simptom vermədiyinə görə şəxs də narahat olmur. Bəzi hallarda bu ömür boyu davam eləsə də, əksər hallarda ömür boyu davam eləmir. Əksər hallarda öz-özünə sağalma baş vermir və növbəti mərhələ başlayır, 3-cü mərhələ. Məhz bu sakit dönəmdə bədəndə yerləşən, get-gedə bütün orqanlarda yerləşən siflis bakteriyaları iltihabi prosesləri yaradır. Müxtəlif iltihab ocaqları yaradır müxtəlif orqanların içində. Və bu orqanlardan biri də ürək damar sistemidir. Yəni ürək və onun damarlarına gedir, yayılır. Bu isə çox qorxulu vəziyyətlərə gətirib çıxarır. Bəlkə damarların tutulması, damarların